İnsanlar adətən hansı mövzularda sizə müraciət edirlər? Bəzən çox unikal müraciətlərimiz də olur. İnsanın özünü yaxşı tanıması, özünü, hədəflərini, istəklərini, nəyə doğru getmək istədiyini və harada xoşbəxt olacağına inandığını tapmasıdır və eləcə də özünü reallaşmasıdır. Yəni, coachingdə əsas olan insanın hədəflərinə çatmasıdır. Baxmayaraq ki, 12 ildir çalışıram, mən də daima könüllü olmağın tərəfdarıyam. Coach və HR anlayışı bəzən qarışdırılır. HR-lardan gözlənti də coaching bacarığının inkişaf etdirilməsidir. Stres sizi idarə etmir, siz stresi idarə edirsiniz. Bu çox vacib məsələdir. Özümün istifadə etdiyim bir üsul var. Hansısa bir təşviş məqamı və yaxud nə isə çatdırmıram, nə isə edə bilmirəm dedikdə hansısa bir vaxt seçirəm. Bugün səhər saat 6-da və yaxud axşam saat 7-də buna zaman ayıracağam. Axşam saat 7-də doğrudan vaxt ayırıram. Daha sonra sizə CV-mi göstərmək istəyirəm. Fikriniz mənim üçün çox maraqlıdır həqiqətən. Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Könüllü sən verilişində hər birinizi salamlayıram. Aparıcınız mənəm Rəsul İbrahimov. 15-26 yaş aralığındasınızsa könüllü olmaq üçün müraciət edə bilərsiniz. Müraciət üçün həm sosial media platformalarımıza, həm də portal asanvolunteers.az saytına müraciət edə bilərsiniz. Eyni zamanda layihə və ideyalarınızla bağlı təklifləri info@asanvolunteers ünvanına göndərə bilərsiniz. Verilişimizin məqsədi gənclərə motivasiya vermək və maraqlı qonaqlarımızla faydalı olmaqdır. Bugün çox aktual və hər birimizi düşündürən bir mövzu ilə qarşınızdayıq. Hardan başlamalı, özünü doğru necə inşa etməli? Bu mövzunu bizimlə birlikdə müzakirə etmək üçün studiyamızda dəyərli qonağımız var. Nisə Əbülhəsənova, İnsan Resursları üzrə ekspert, FCI sertifikatlı koç. Xoş gəlmisiniz Nisə xanım. Xoş gördük, təşəkkürlər dəvətiniz üçün. Necəsiniz, işləriniz necə gedir? Şükür, hər şey qaydasındadır. 2026 təzə başlayıb, ona görə biraz aktiv dönəmdəyik. Çox böyük layihələr, işlər var və inşallah faydalı, uğurlu olacağına inanırıq. Çox maraqlı suallarla bugün sizin qarşınızdayıq və mən ilk sualı sizə təqdim etmək istəyirəm. Coach və HR anlayışı bəzən qarışdırılır. Sizcə əsas fərqlər hansılardır? Maraqlı sualdır. Əgər biz HR barəsində danışırıqsa, burada vacib məqam odur ki, HR dedikdə şirkətin insan kapitalına aid bütün fəaliyyəti, bütün prosesləri, prosedurları idarə edən bir funksiyadan, şirkətin mədəniyyətinin formalaşmasında, performansının qurulmasında iştirak edən və strateji əhəmiyyət kəsb edən bir funksiyadan və onun nümayəndələrindən, HR nümayəndələrindən danışmış oluruq. Yəni, söhbət şirkətdən gedir, əsasda şirkətdir və şirkətin nəticə əldə etməsi üçün fəaliyyət göstərən bir funksiyadır HR. Eyni zamanda biz coaching barədə danışırıqsa və coach barədə danışırıqsa, bu zaman önə çıxan sırf fərd olaraq insandır. İnsanın özünü yaxşı tanıması, özünü, hədəflərini, istəklərini, nəyə doğru getmək istədiyini və harada xoşbəxt olacağına inandığını tapmasıdır və eləcə də özünü reallaşmasıdır. Yəni, coachingdə əsas olan insanın hədəflərinə çatmasıdır. Hər iki halda hədəfə çatmaq var, amma baxır hansı nöqteyi nəzərdən biz danışırıq. Və maraqlısı odur ki, HR-lar üçün vacibi bir bacarığın olması sırf coaching bacarığının olmasıdır. Yəni, HR-lardan gözlənti də coaching bacarığının inkişaf olunması, inkişaf etdirilməsidir. Bəs insanlar adətən hansı mövzularda sizə müraciət edirlər və qeyd etdikləri çətinliklər hansılardır? İnsanların müraciətləri unikal olduğumuza görə bəzən çox unikal müraciətlərimiz də olur, amma adətən iki istiqamət burada vurğulamaq istəyirəm. Bir istiqamət sırf həyata dair özünü tapmamaq, məqsədini, istəklərini, özünü yaxşı tanımamaq, haradan başlamalı olduğunu bilməmək və orada yaşanan çətinliklər ki, nədir mənim bu həyatda amalım və yaxud məqsədim. Digər istiqamət isə sırf artıq bunu tapmış, bunu reallaşdıracağını bilən insanların hardan başlayım, bunun üçün hansı addımları atım, CV-mi, müsahibəyə gedəcəyim təqdirdə şirkətlərə verəcəyim cavablarımı necə formalaşdırım, ona görə hər iki istiqamət üzrə sorğular və müraciətlər olur. Bəs gənclər özlərini iş həyatına necə adaptasiya olmaq üçün daha rahat hazırlamalıdırlar? Gənclər barədə danışırıqsa, burada vacib olan məqam odur ki, onların heç bir iş təcrübəsi olmayıbsa və hal-hazırda özlərinin formalaşması, sırf iş həyatına atılmasından öncəki dönəmdən danışırıqsa,
çox yaxşı olardı ki, rutinləri olmuş olsun. Çünki rutinləri olan insanın, gəncin artıq disiplin anlayışı formalaşmış olur və gələcəkdə onun iş həyatına çox asanlaşdırmış olacaq. Disiplinli insanın nəticə əldə etməyi daha yəni görülən bir şeydir və vacib olan sırf rutinlərinin olması, zamanlarını necə idarə edirlər ona fokuslanmaq, bacarıqlarını tanımaq və o bacarıqları inkişaf etdirmək yönündə necə inkişaf gözləyirlər özlərindən və o inkişafa necə fokuslanırlar. Məsələn, biz karyeradan danışırıqsa, biz həyatdan danışırıqsa, hər zaman ən birinci və ən vacib olan sırf araşdırmadır və araşdırmanın ən böyük hissəsini, ən vacib hissəsini özünü araşdırmadan danışmaq istəyirəm. Çünki özünü araşdırma sizi çox-çox qabağa salacaq və özünü tanıdıqca öz hədəflərini, istəklərini, bacarıqlarını, yaxşı və ya pis tərəflərini tanıdıqca, dəyərlərini yaxşı aydınlaşdırdıqca insanlar, gənclər özlərini daha yaxşı bu ölkədə, bu bazarda, karyerada olsun, həyatda da olsun reallaşdırmış olacaqlar. Zamanla bağlı bir söz söylədiniz. Mən istəyirəm ki, sual verim. Vaxtın düzgün idarə edilməsi ilə bağlı bizə qısa tövsiyə verə bilərsinizmi? Zamanınızı doğru idarə etmək üçün zamanınızı trek eləmək, yəni güdmək lazımdır. Yəni siz nəyə daha çox zaman sərf edirsiniz və ya nə sizin diqqətinizi yayındırırsa, onlara ayıracaq zamanı ayrıca ayırmaq. Amma bunun üçün bir neçə üsullar da var. Sırf praktikada müşahidə olunan, məsələn, ən əsas 3 taskı prioritetləşdirib, o 3 taskı hədəfləyib, onları reallaşdırandan sonra digər daha vacib olmayan 3 taskı reallaşdırmaq. Hər birinin arasında əlbəttə ki, fasilələr vermək. Çünki fasilə vermədən, durmadan çalışmaq əslində zamanı doğru idarə etmək deyil. Tomato olan metod var, Mosko olan metod var, sırf must do, mütləq olunmalı işlər, should do, etməli olduğum işlər və belə sıralama ilə gedən ayıra biləcəyiniz mütləq olunmalı, vacib prioritetlər hansılardırsa o işləri ayırmalısınız və daha sonrasında hansılar çox daha da əhəmiyyətli deyil, az əhəmiyyətlidirsə onlara zaman ayırmalısınız. Bir gənc olaraq bu sual mənə çox maraqlıdır. Əminəm ki, izləyicilərimizə də çox maraqlıdır. Özünü inkişaf etdirmək istəyən gənc ilk əvvəl hardan başlamalıdır? Bayaq dediyim bir mövzu çox vacibdir. Bu, özünü inkişafla bağlı, bu istənilən karyeranızın etapı ilə bağlı olan bir şeydir. Siz hər zaman ki, mütəmadi olaraq özünüzü araşdırmalısınız. Hardayam, kiməm, nə edirəm, nəyə görə bunu edirəm, yekunda əldə etmək istədiyim nədir? Nə qədər çox dərin özünüzü araşdırsanız, nə qədər çox dərin özünüzü tanımış olsanız, bir o qədər yolunuz aydınlaşmış olacaq. Çünki vacib olan hər zaman özgüvəndir. İnsanların özgüvənli atdığı addımlar mütləq şəkildə onu uğura aparan yoldur. Amma özgüvənin formalaşması üçün nəyi istədiyini, necə istədiyini və özünün hədəflərini, prioritetlərini yaxşı bilmək çox vacibdir. Ona görə özünüzü tanımağa çox zaman ayırın. Özünüzü sorğulamağa, özünüzü digər tərəflərinizi kəşf eləməyə, bacarıqlarınızı aşkara çıxartmağa. Bunun üçün də bəzi şeylər, yəni aktiv olmaq çox vacibdir. Onları aşkara çıxartmaq üçün çox vacibdir. İşə götürülmə zamanı bir çoxumuz işə müraciət edirik, amma istədiyimiz nəticəni əldə etmirik. Müsahibələrdən bir növ mənfi rəylər biz alırıq. Müsahibə zamanı ən çox edilən səhvlər hansılardır ki, biz bu nəticəni qazanırıq? Gəlin belə deyim də, müsahibəyə ən rastlanılan müsahibələrdə səhvlər çox olur əlbəttə. Başa düşürük, burada həyəcan faktoru var, burada stres faktoru var, müsahibə bir görüş olduğu unudulur. Müsahibə bir enerji alış-verişidir və bir görüşdür. Hər iki tərəf bir-birini qiymətləndirir və hər iki tərəf nə qədər bir-birinə uyğundur buna baxılır. Amma namizəddən mast olan gözlənti, hansı ki, mütləq şəkildə dünyanın harasında müsahibəyə getsəniz belə sizdən gözlənti olacaq, odur ki, siz şirkəti araşdıracaqsınız, nəyə müraciət etdiyinizi, nəyə görə orada olduğunuzu yaxşı biləcəksiniz və o cavablarınız sizi təmsil eləyir. Belə bir hal yaşanmışdı, gəlin sizə bir nümunə gətirim. Ötənlərdə bir 5-6 il bundan əvvəl çalışdığım bir şirkət, hansı ki, bazarda xidmət göstərdiyi sektorda 2-3 brend var. Yəni, bir böyük brendin müsahibəsinə gələn namizəd digər böyük brendin ekobagində gəlmişdi və o ekobagi gətirmişdi özü ilə və orada sual oldu ona ki, bəs siz digər
xidmətin, digər şirkətin xidmətlərindən istifadə edirsiniz. Xanım özünü çox itirdi, müsahibənin gedişatı çox pis yekunda, amma diqqətli olsa, o faktı nəzərə almış olsa və şirkətə getdiyini belə deyək, araşdırmış olsa, hara gedir, nəyə görə gedir, orada o əlbəttə ki, elə davranış göstərməyəcək. Ona görə şirkəti araşdırmaq, orada hansısa elanda yazılan tələblərlə mütləq şəkildə tanış olmaq, verəcəyiniz sizə təxminən sizə verilə biləcək sualları bir düşünmək və analiz eləmək çox vacibdir. Bilgi sahibi olmaq da hazırlıqdır. Yəni sizə özgüvən verəcək ki, hə mən gedirəm bu şirkətə, çünki mən bunu istəyirəm. Nəyə görə o şirkətə gedirəm? Yəni orada işləmək üçün nəyə görə bunu istəyirəm? Nə qədər çox dərin suallar ünvanlamış olsanız, bir o qədər rahat olacaqsınız müsahibəyə və hazırlıqlı gedəcəksiniz. Uğur qazanma şansınız daha yüksək olmuş olacaq, əlbəttə ki. Müsahibəyə qədər ki, bir mərhələ də var, hansı ki biz CV-lərimizi ilk əvvəl təqdim eləyirik. Amma CV-lərdə bir çox yanlışlar edilir, təəssüf ki. Bu yanlışlar nələrdir? CV sizin virtual kimliyinizdir də. Yəni mən sizin heç birinizi, mən sizi tanımıram, amma siz mənə CV-nizi göstərsəniz, mən artıq sizin təcrübənizi və daha öncə etdiklərinizi, bacarıqlarınızı görmüş olmuş olacağam. CV sizi virtual tanıdan bir vasitədir və məni müsahibəyə dəvət edin mesajını ötürmüş olur. O mesajı necə doğru ötürməyiniz sizin öhdəliyinizdir. Yəni siz o mesajı necə ötürmək istəyirsiniz? CV rahat oxunan olmalıdır. Məsələn, 15 səhifəli bir CV çox nadir hallarda, yəni kim olsa belə o 15 səhifəli CV-ni tam emal etmiş ola bilməz və nəzərdə tutulmalıdır ki, böyük şirkətlərdə əlbəttə ki, HCS sistemləri, robotlar emal edir o CV-ləri. Yəni siz bir insana və yaxud bir robota məni dəvət et, məni müsahibədə dəyərləndir demək istəyirsiniz. Ona görə mütləq şəkildə CV rahat oxunan olmalıdır. Orada ötürdüyünüz məlumatlar sizi tanıdacaq məlumatlar olmalıdır. Sizin sırf ekspertizanızı, nəticələrinizi, hansısa əldə olunmuş uğurlarınız varsa onları, çalışdığınız dönəmdə könüllülük fəaliyyətiniz olmuşsa, layihələriniz olmuşsa, bacarıqlarınızı və nəticələrinizi, nəyi dəyişmisiniz, nə etmisiniz, onları üzə çıxaracaq bir samapdır, yəni bir topludur o CV. Ona görə əlbəttə ki, burada professional CV-dən, professional məlumatları necə yazdığınızdan və necə rahat oxunacaqlı yazdığınızdan, necə sıralamada yazdığınızdan asılı olan bir şeydir. Daha sonra sizə CV-mi göstərmək istəyirəm. Fikriniz mənim üçün çox maraqlıdır həqiqətən. Və İnsan xanım, sizə demək istəyirəm ki, öz gücünə, öz potensialına inam iş həyatına nə qədər təsir edir? Çox vacibdir. Biz özgüvəndən bayaq danışdıq, özünü tanıma, özünü araşdırma və s. və axır. İnsanların ən güclü hiss etdiyi duyğu qorxu hissidir. Yəni araşdırmalar onu göstərir ki, zəlzələ olsa, tələfat sayı ilə eyni qədəri ilə sırf qorxub özünü pəncərədən atan və yaxud hansısa bir xəsər yetirən insanların sayı demək olar ki, eyni çıxır və yaxud çox az fərqli olur. İnsanlar qorxub bəzən istəmədiyi sözləri deyirlər, bəzən düşündüklərini doğru ifadə edə bilmirlər və o qorxu hissinə qapılmamaq əslində öz əllərinizdədir, yəni öz əlinizdədir. Sırf o araşdırma, özünü tanıma, araşdırmanın çox vacib hissəsi bazarı tanıma, şirkətləri tanıma, nəyin hal-hazırda aktual olduğunu, prioritet olduğunu bilmə, necə sən o bazarda faydalı ola biləcəksən, o fərqinə varma. Yəni bu araşdırma onun üçündür ki, hər kəs unikaldır. Hər bir gəncin bu ölkəyə qatacağı dəyərlər çox-çoxdur, amma o unikallığı tapmaq və mən bunu yaradacağam, mən bunu edəcəm, mən bu fərqi yaratmış olacağam, mən burada belə gözəl bir işləri ortaya qoymuş olacağam isə hər birimizin öz əlindədir və özgüvənin müsahibədə, görüşlərdə, istənilən bir formatda aparılan müzakirələrdə çox böyük rolu var. Çünki qarşı tərəfə özgüvən bədən dili ilə də ötürülmüş olur. Biz kommunikasiya barədə danışırıq. Kommunikasiyanın çox vacib hissəsi, hətta yarısından daha böyük hissəsi 56%, sırf faiz nisbətindən danışırıqsa 56% bədən dilidir. Yəni sizin oturuşunuz, necə danışdığınız, necə hərəkətli olduğunuz və yaxud hərəkətsiz olduğunuz, çiyinlərinizin içə dönük olması ya da yerinizdə dura bilməməniz, bunlar hamısı sizdən öncə mesaj
mesaj vermiş olur ki, mən özümə çox da güvənmirəm. Qarşı tərəf sizi qiymətləndirən və ən uyğun, ən doğru namizədi seçməyə maraqlı olan, şirkəti təmsil edən HR olsun, hiring manager, yəni şirkətin işə qəbulunu, o komandaya işə qəbulunu aparan rəhbər şəxsi olsun. Onlar ən güclü namizədi, ən uyğun namizədi seçməyə məcburiyyətindədirlər və onlara siz ötürdüyünüz mesaj o olmamalıdır ki, mən özümə güvənmirəm. Siz özünüzə güvənmirsinizsə, onda niyə onlar güvənsin? Burada sual yaranmış olur. Bəs sizcə universitetlər gəncləri real iş mühitinə hazırlaya bilirmi? Daha öncələrinə baxsaq, əlbəttə ki, hal-hazırda çox daha yaxşıdır və inkişaf olunmuşdur. Çünki proqramlar uyğunlaşdırılmağa doğru gedir. Real iş mühitində, real keyslərin üzərində, real işdə yaranmış məsələlərin üzərində fokuslanma gedir. Amma əlbəttə ki, akademik təhsilin verdiyi bilik, bacarıqlar bəzən iş zamanı və ilkin onboarding, işin təhvili zamanı çox da özünü, belə deyək, doğrultmur. Bunun səbəbi odur ki, praktika ilə bərkilmiş könüllülük olsun, təcrübə proqramları olsun, hansı bir layihələr olsun, yoxdursa təcrübənizdə, bu biraz çətin olur. Nə qədər akademik təhsiliniz yüksək olsa da. Vacib olan bu biliklərinizi praktikada da şansınız olmasıdır ki, onları istifadə eləyəsiniz, nələrsə qurasınız, nələrinsə ucundan tutasınız. Ona görə hər kəsə, gənclərə tövsiyəm olar ki, mütləq şəkildə təcrübə proqramları, könüllü layihələri, elə sizin layihənizin özünü də vurğulamaq istəyirəm. Bu qədər imkanlar var ikən sizin özünüzü reallaşdırmanıza bir maneə görmürəm. Nə qədər çox qatılsanız və özünüzü tanımış olsanız, bir o qədər də faydalı olacağına inanıram. Sual verəcəkdim ki, könüllü proqramının sizcə əhəmiyyəti nə qədər çoxdur? Siz onu artıq cavablandırdınız. Əlavə demək istədiyiniz nəysə var bu barədə? Buyurun. Mən hər il demək olar ki, könüllü oluram. Baxmayaraq ki, 12-ci ildir çalışıram və bu illər ərzində əmin olduğum bir şey var ki, könüllülük insana həm yeni insanlar, yeni networking ki, bilirik bu çox vacibdir bugünkü dünyamızda. Networking işə qəbulların bir çox hissəsini kəsb edir. Məsələn, yəni ümumi belə danışsaq, 70%-dən 80%-dən daha çoxdur işə qəbulların və burada networkingin gücü hiss olunur. Könüllü olmaq isə sənə çox böyük əhatə dairəsi qazanmış olur. Əlavə olaraq çox böyük layihələr, çox böyük büdcələr, işlər, hansıları ki, gündəlik həyatımızda görmüş olmayacağıq, amma böyük bir layihənin parçası olmaq özü bir özgüvən qazandırır, özü bir güc verir gənclərə. Ona görə baxmayaraq ki, 12 ildir çalışıram, mən də daima könüllü olmağın tərəfdarıyam. Çox gözəl. Bəs stres və daxili təşvişin idarə olunması ilə bağlı gənclərə nə kimi tövsiyələr verə bilərsiniz? Bu normaldır. Bu tək sizin başınıza gəlmir. Hamımızın stres faktoru da var, hamımız müsahibələrə gedirik, hamımız bəzən uğursuz ola bilirik, səhv etməkdən qorxmaq lazım deyil. Səhvlərin özü olmazsa, bugün var olan bizlər olmarıq. Ona görə səhvlərin doğrudan çox gözəl də rolu var bizim inkişafımızda. İnkişafa açıq gənclər hər zaman səhv eləməkdən, o riski almaqdan, yəni qorxmamalıdır, çəkinməməlidir. Stres sizi idarə etmir. Siz stresi idarə edirsiniz. Bu çox vacib məsələdir. Təşviş hissi ki, bu da normaldır. İndiki dünyada hər anımız hansısa bir təşviş və yaxud sorğu ilə ola bilər. Amma vacib olan, mənim məsələn bu metodda özümün istifadə etdiyim bir üsul var. Onu sizlə paylaşım. Hansısa bir təşviş məqamı və yaxud nə isə çatdırmıram, nə isə edə bilmirəm dedikdə, hansısa bir vaxt seçirəm. Bugün səhər saat 6-da və yaxud axşam saat 7-də buna zaman ayıracağam. Narahat oluram, orada bir şey var, o məni narahat edir. Bunu axşam saat 7-də oturub düşünəcəm. Həmin mövzuna. Həmin mövzuna. Günorta bir başqa məsələ, bir stres faktoru çıxır. O an ayda dünya dağıldı deyil də, axşam saat 7-də ona da vaxt ayıraram deyib, axşam saat 7-də doğrudan vaxt ayırıram və bu zaman o stres, o ertələdiyim təşvişlər o qədər də qorxuducu gəlmir. Bəlkə də daha rahat həll yolunu tapa bilirsiniz, çünki yəni, daha artıq daha rahat oluram. O təşviş yaranan kimi ona, necə deyim, təslim olmaqdansa, onu bir
kalendarda bir yer ayırıram ki, səni burada düşünəcəm. O özü bir rahatlatma metodudur. Çox faydalıdır. Çalışın sizin də nəzərinizdə olsun. İstifadə Bəlkə sizə də eləyəcəm. faydalı olar. Yenə də deyirəm, yəni stres hər zaman var, təşviş hər zaman var, amma bu sizə mane olacaq qədər böyük olmamalıdır. Nə qədər yaxşı özünüzü tanısanız, nə qədər yaxşı nə istədiyinizi bilsəniz, bazarı tanımış olsanız, nəyə görə bu yola çıxdığınızı bilmiş olsanız, bir o qədər sizə daha rahat olacaq. Yəni qaçmağı yox, idarə etməyi öyrənməliyik bir növ. Nisa xanım, biz verilişimizdən öncə sizinlə bağlı sosial media platformalarımızda bir paylaşım etdik və gənclərdən bir çox maraqlı suallar biz aldıq. O sualların bəziləri haqqında biz artıq danışdıq deyə onları verməyəcəm, amma bir neçəsini mən sizə icazənizə vermək Deyin, istəyirəm. çox maraqlıdır. İnsan resursları üzrə karyera planlaşdırmaq üçün nələrə diqqət etmək lazımdır? İnsan resursları üzrə karyera planlaşdırırlarsa, əlbəttə ki, burada təhsilin önəmi var. Burada akademik təhsildən söhbət gedir. Təhsiliniz maliyyə yönümlü, biznes yönümlü, insan resursları əlbəttə ki, olarsa çox ideal olar. Çünki bayaq ən əvvəldə dediyim kimi, insan resursları şirkət üçün fəaliyyət göstərən bir funksiyadır və strateji bir funksiyadır. Siz şirkətin yekunda nəticə əldə etməsi üçün fəaliyyət göstərirsiniz və o nəticə əslində gəlirlilikdir. Gəlirliliyə təsir etmək üçün bilmək vacibdir və bilmək üçün də əlbəttə anlamaq lazımdır ki, o mexanizmlər necə idarə olunur, biznes necə idarə olunur. Ona görə biznesə yaxın sahələrdə təhsil almış olsanız faydalı olar. Bacarıqlarınızı inkişaf etdirməlisiniz, dil biliklərinizi inkişaf etdirməlisiniz. Hər zaman öyrənməyə açıq olmalısınız, çünki durmadan öyrənirik. Hər zaman bu belə də davam edəcək. Düşünürəm ki, elə yəni ömrümüzün sonuna qədər bu belə davam edəcək. Ona görə rahat bir karyera düşünməsinlər, rahat bir gündəlik, necə deyim, rutin nəzərdə tutmasınlar. Öz üzərində açıq olan, çalışmağa açıq olan, özünə yatırım edən, dil biliklərini yüksəldən, eyni zamanda biznesə, şirkətə və ümumiyyətlə öz bacarıqlarına necə daha da dəyər qata bilən, bilərəm deyə sual verən insanlar, əminəm ki, insan resursları sayəsində karyeralarını artıq başlamış olacaqlar. Çox faydalı. İşə götürənlər müsahibə zamanı gənclərin potensialını hansı amillər əsasında qiymətləndirirlər? Potensial dedikdə əsasən nəyə fokuslandığımıza diqqət etmək lazımdır. Çünki mən bilmirəm də indi qarşı tərəf sualı hansı nöqteyi nəzərdən verilir, amma bir namizəd varsa qarşımda, əlbəttə ki, biz qiymətləndiririk o nə dərəcədə köhnə təcrübəsinə görə bizim hal-hazırda aktiv olan vakansiyaya uyğundur. Daha sonra şirkət haqqında nə bilir, nəyə görə bu vakansiyanın özü tərəfindən icra olunacağına inanır. Yəni, nələri dəyişə bilər və yaxud nələr edə bilər, necə icra edəcək, bunlara baxırıq. Əlavə olaraq sırf kompetensiyalardan və səriştələrdən söhbət gedirsə, burada səriştələr çox vacibdir. Səriştələri ölçmək üçün metodologiya var, hansında ki, biz suallar veririk, ötən təcrübəsinə dayanı sırf suallar verilir ki, sizin ötəndə belə-belə bir keyslə rastlandığınız zaman necə bunu etmişsiniz, idarə etmişsiniz, artıq bilmirəm sual hansı formatda və yaxud gedişatda olacaq, amma sırf ötən təcrübəyə dayalı suallarda qarşı tərəfin, əgər STAR dediyimiz metodologiya var, onunla cavablar olmuş olsa, sırf situasiya nə idi, taskım nə idi, onu necə actionlarla, necə üsullarla həll elədim və yükündə nəticəsi nə oldu? Yəni, mən belə bir case yaşandı, belə bir situasiya yarandı, belə bir problemlə üzləşdik, onu belə-belə mənim öhdəliyim burada bu idi və mən bu addımları atdıqdan sonra belə bir nəticə ilə ayrılmış oldum. Bu tam bir cavabdır və əslində mənim səriştə yoxlamağım üçün çox vacib bir üsulları, vacib namizəd haqqında məlumatları mənə ötürmüş olur. Yəni, qarşımdakı insanın potensialını və onun öncəki təcrübələrdə yaşadığı, göstərdiyi səriştələri üzə çıxarmış olur. Aydındır. Digər sualımız belədir. Müsahibə və inkişaf proseslərində gənclərin potensialını üzə çıxarmaq üçün hansı metodlardan istifadə edirsiniz? Dediyim elə metod onlardan biridir. Bənzər sualdır, bəli. Hal-hazırda ölkədə bir çox şirkətlərdə sırf səriştələrin yoxlanılması çox vacibdir. Çünki şirkətlər hansı dəyərləri var, o dəyərlərə əsaslanan hansı səriştə modeli əsasdır, əsas, necə deyim, rol model olaraq necə insanlar işə qəbul olunur deyə spesifik bir profillər yaradılır və o profillərə uyğun da hansı səriştələr olmalıdır,
hansı bilik bacarıqlar əsasdır deyə bir format hazırlanır. O bilik bacarığa uyğun gəlirlərsə, artıq ona aid suallar verilmiş olur və namizədləri seçmiş oluruq. Çox maraqlı və dəyərli fikirlərinizə görə təşəkkür edirik Nisa xanım. Çox sağ olun. Mənim üçün də çox maraqlı idi. Mövzular çox böyükdür, genişdir. Əslində istərdim daha uzun bir müzakirəmiz olmuş olsun. Amma inşallah gələcək səfərlərdə də görüşərik. Gənclərə buradan bol-bol uğurlar arzu edirəm. Vacib olan proaktiv olmaqdır, öz üzərində çalışmaqdır və daima yenilənməyə, yeni şeylər öyrənməyə açıq olmaqdır. Uğurlarınız bol olsun. Çox sağ olun. Dəyərli izləyicilər, sizə də təşəkkür edirik. Və əziz gənclər, öz üzərinizdə işlədikcə doğru fürsətlər sizi özü tapacaq. Çünki inkişaf edən insan karyerası da inkişaf edir. Unutmayın, dəyişiklik bir addımla başlayır özünüzdən. Görüşənədək sağ olun.